Minnətdarlığımızı bildiririk və davam edirik təbii ki. Azərbaycan əczaçılıq sənayesinin inkişafına verdiyi töhfəyə görə mükafat bu nominasiya üzrə Skandens Əczaçılıq Zavodu şirkətinə təqdim olunur və videorolikimiz var. Gəlin izləyək. Və hazırda mükafatı almaq üçün səhnəmizə dəvət olunur kommersiya üzrə baş direktor Aygün Musayeva. Alqışlarınızla. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Hamınızı salamlayıram. İlk öncə təşkilatçılara təşəkkürümü bildirmək istəyərdim. Komandamız adından, bu komandamızın nailiyyətidir. Skandens Əczaçılıq Zavodu bərk dərman formalarının tam istehsal dövrünü əhatə edən tədqiqat və təkmilləşdirmə əsaslı zavoddur. Biz 2 məhsulumuzu artıq bazara çıxartmışıq və bu ilin sonuna dək 30-35 məhsulu sizin xidmətinizə verəcəyik. Qeyd etmək istəyərdim ki, dərman istehsalı dərin elmi bilik, geniş təcrübə, keyfiyyətə nəzarət kimi xüsusiyyətlər tələb edir. Bu çox məsuliyyətli və ciddi bir sahədir. Və bu sahəni, bu sənayeni ölkəmizdə təmsil etməkdən çox böyük qürur duyuruq və etimadınız üçün təşəkkür edirik. Çox sağ olun.